إلهي أمين. الحمد لله الحمد لله الحمد لله رب العالمين، والصلاة والسلام على رسولنا محمد وعلى آله وصحبه أجمعين. اللهم اجعل القرآن لنا في الدنيا قرينا، وفي القبر منسا، وفي القيامة شفيعا، وعلى صراط نورا، وفي الجنات رفيقا، ومن النار سترا وحجابا، وإلى الخيرات كلها دليلا وإماما. Ya Rabbim, bizden taraftan okulan cuma namazımızını, kılgan dualarımızını, tesbihlarımızını, okulan Kur'an ayetlerini kabul kılıp, ecir savaplarına eriştirsen idi. Eğer ibadet kullarımızda benderçilik bilen hata kemşilikler, yetişmeyen orunları olsa, in rahmetin bilen kabul etsen idi. Hazırki minutta okulan Kur'an'dan olan ecir savapların sevgili Peygamberimiz Muhammed Aleyhisselam, Adem Aleyhisselam, Allah arasında gelip gitken barlık Peygamber, enbiyalarının ruhlarına eriştirsen idi. Şulay bizden, hammamizden taban yatkan əbi olalarımız, ətiyanilərimiz, doğanlarımız, yakınlarımızın ruhlarını şad kılıp, kabirlərin nurlu etsen idi. Ya Rabbim, isen doğanlarımızға imanlı, azın, hayırlı, ibadətli turmuşlar birsən idi. İlkinlərimizə tunuşluq birsən idi, bərəkət birsən idi. Ayıq hasrətlərdən, bələ qazalardan, əfətlərdən emin kılsan idi. Ya Rabbim Allah'ım, azın hem hayırlı ömür geçirip, biz huzurumada La ilahe illallah Muhammed Resulullah deyip baytularımızını nasip eyle. Ya Rabbim, iki cuma arasında muhtaçlarına deyip, məcidkə deyip verilgen hayır sadakalarını, üləklərini, yərdənlərini kabul etsən idi. Əcir savablarına eriştirib, nindi tilək, nindi maksatlar bilən bilən misalar, şol tiləklərinə, izgə muratlarına eriştirsən idi. Bir rahman, bir rahmanir rahimin. Allah belə kabul etsin. Əman.